Xeyir olsun. Gəlin Dünya Nəgərdan söz önlərinin izahlarına baxalım. Deməli, birincidə ayların qarşısına inişlənir, illərin qarşısına inişlənir, günəş batanda at sunset, fəsillərin qarşısına inişlənir, autumn payız deməkdir. Holiday bayram. Əgər sözün tərkibində day varsa 10, ayın tarixini bütöv veribdirsə, o zaman 10 qoyuruq. Amma burada eləcə April olsaydı, rəqəm olmasaydı, o zaman in qoyardınız. Midnight gecə yarısı ətlə işlənir. Deməli, at midnight, at night, sonra at sunset, sonra at noon. Bunlar ətlə işlənir. Weekday-də day sözü olduğu üçün 10 qoyuruq. Keçirik. Novruz. Bayramların qarşısında ət qoyuruq. Çünki bayramlarda ət yeyirik. Amma Novruzun yanında day sözü olsaydı 10 qoyardıq. Baxın, Christmas-də day olduğu üçün 10 qoyuruq. Amma day olmasaydı ət qoyardıq. Saat 4-də saatların qarşısında ət işlənir. Söz day-də həftənin günləridir və yaxud da day-dən də bilə bilərsiniz ki, day varsa 10 qoyarsınız. Davam edirik. 2-də birinci June aylardır. Aylar təkcə işlənəndə qarşısına in qoyuruq. İllərin qarşısına in qoyuruq. Gecə, at night, gecə. Sunday həftənin günüdür. Həftənin günlərinin qarşısına 10 qoyuruq və yaxud da day-dən də bilirik. Martın 8-i, qabağında tarix var. Deməli, əgər təkcə mart olsaydı in March qoyardıq, amma ayın tarixi olanda, rəqəm olanda 10 qoyuruq. Summer yaydı, fəsillər, fəsillər inlə işlənir. Keçirik. Christmas bayramdır. Bayramlarda ət yeyirik, ət. Evening axşam, in the evening. Günün hissələri də in the evening, in the morning, in the afternoon. Ayın tarixini xeyr, century sözü var, əsr, yəni 17-ci əsrdə. Century sözünü beyninizə yazırsınız ki, bu century in the 17th century şəklində işlənir. Yəni əsr sözünü görsəz in qoyursunuz. Yenə burada 2008 indir, rəqəm var. Günorta at noon, at down da sübh çağıdır. Deməli, bunu qeyd edin dəftərinizə. Zaten bilirsiniz. At noon, günorta, at night, gecə, at midnight, gecə yarısı, sonra at down, sübh çağı. Sonra davam edirik. Saat 7-də AM saatı göstərir. Ətlə işlənir saatlarımız. Burada biz spring görürük. Spring də fəsillərdir. Fəsillərin qarşısında in qoyuruq. Winter yenə fəsildir. Qış fəslidir. In qoyuruq. Sunrise, at sunrise, sunset. Hər ikisi deməli ətlə işlənir. Sunset günəş batanda, sunrise də günəşin çıxanda deməkdir. Saturday, day var, 10 qoyuruq və yaxud da həftənin günü olduğu üçün də düşünə bilərsiniz. 12-ci əsrdə bayaq dedim ki, century sözü varsa in qoyuruq. Günün hissəsi in the morning, in the afternoon və ölkələr və şəhərlərin qabağında in qoyuruq. Davam eləyək. Növbəti tapşırığımızda 4-cü tapşırığa baxırıq. Pay ödəməkdir. To pay ödəmək deməkdir. To pay for sözünündən işlənir. Amma məsəl üçün vergi ödəmək olanda to pay a tax, vergi ödəmək, nə bilim başqa bir şeylər ödəmək olanda orada biz sözünü qoymuruq. Send göndərmək deməkdir. Send to ilə işlənir. Yağışda, in the rain, hovuzda, pool hovuzda, in the pool, laugh at gülmək deməkdir. Ət yeyib gülürük. Shout ətlə işlənir, qışqırmaq, smile gülümsəmək ətlə işlənir, spend on 2 mənanı verir. Spend on time-dırsa vaxt keçirmək, amma spend on money-dirsə pul xərcləmək deməkdir. Bench skamerkadır, skamerkanın üzərində otururuq. On the bench, lövhədə, on the board, çünki onun üzərinə yazırıq. Return qayıtmaq deməkdir. Return from-la işlənir. To be fond of-la işlənir. Kresloda in the armchair. Baxın, divanda deyəndə on the sofa olur. Çünki biz divanın üzərində uzana bilirik, on üzərində. Amma kreslonun içində otururuq deyə in olur. Complain şikayət eləməkdir. Complain of-la işlənir. Speak in a whisper, pıçıltı ilə danışmaq deməkdir. Task 5-imizə baxırıq. Burada nə deyir? Birinci first əvvəlcə deməkdir. At first, əvvəlcə. Bunu belə yadda saxlayırıq. Foot piyada, on foot. Cut into, kiçik hissələrə kəsmək. Məsəl üçün, cut into small pieces deyə bilərik. Kiçik hissələrə keçmək. Cut into, hospital, in hospital. In my youth, mənim gəncliyimdə, mənim cavanlığımda deməkdir. Növbəti weekday. Weekday nədir? Day sözü var. On weekday şəklində işlənir. To be sure of, əmin olmaq. Christmas, bayramlar ətlə işlənir. Kitabxanada, qapalı məkanda, in the library. To be sorry for, üzgün olmaq, qəmgin olmaq. Differ from,
fərqlənmək deməkdir. Aeroportda at the airport, station sözü də ətlə işlənir. At the station. To be proud of, fəxr eləmək deməkdir. Of-la işlənir. In the schoolyard, məktəb heyəti, qapalı məkanda. Christmas day, burada day var. Day sözü varsa biz demişdik ki, bayramların qarşısında day olanda onu işlədirik. Əgər day olmasaydı at Christmas deyərdik. Task 6-ya baxağın. Deməli, August aydı və təkcə veribdir. Deməli, indi. Amma yanında rəqəm olsaydı, baxın elə verib burada. Yanında rəqəm olsaydı 10 qoyuruq. Qapıda, at the door. Boş zamanda, in free time. Sonra birthday, day olduğu üçün içində 10. Laf, gülmək ətlə işlənir. Saatlar ətlə işlənir. To be popular with söz önündən işlənir. Və mən sizə keçmişəm. Famous nə işlənir? Famous for. To be sorry for, nəyə görəsə üzgün olmaq. At the dentist, diş həkimində deməkdir. Yəni apostrof s-lə burada yəlik halı düzəlibsə, burada məkan bildirilən sözü biz atırdıq yəlik halda. Və burada olan at də gildə mənasını verir. Yəni diş həkimində. Və yaxud at my uncle's, dayım gildə. Fall in love with söz önündən işlənir. Eşqə düşmək. Shake hand with. Get in touch with. Bunlar sadəcə əzbərləmək lazımdır. Bu da əsr olduğu üçün in the 15th century. Amma burada nə verib bilmirəm. Baxırıq bura. Deməli, növbəti tapşırığımız 7-ci tapşırıqdır. İl veribdir. 2012 illərin qabağında in işlənir. Əray və ət də qoya bilərik, in də qoya bilərik. Əgər kiçik yerlərdirsə ət, böyük yerlərdirsə in işlənir. Şimalda, cənubda, şərqdə, qərbdə qütblərimizin 4-ü də inlə işlənir. Fəsillərimiz də inlə işlənir. Bunu yadda saxlayın. Monday həftənin günləri həmişə onunla işlənir. Partidə biz nə qarırıq? Gedirik, ət yeyirik, ət party. Sonra universitetdə də gedir, ət yeyirik, ət university şəklində işlənir. Və burada ən sevdiyim ifadə get rid of, canını qurtarmaq deməkdir. Sinonimlərini yazıram. Shun, escape, from-dan işlənir bu da. Escape from. Shun, bir də run away from. Bir də get rid of. 4-ü də sinonimdir. Bu shun sözü, escape, bax bu sözlər xüsusən var idi köhnə 8-ci sinif dərsliyində. Be late for, gecikmək deməkdir. Borrow from, kimdənsə borc almaqdır. At the bus stop, avtobus dayanacağında deməkdir. Çayın sahilində, on the bank of, on the shore of, on the coast of, ondan işlənir. Graduate from, graduate from, məzun olmaq deməkdir. Be famous for, ondan işlənir. On sale burada satışda deməkdir. Buzun üzərində on the ice, xəritədə on the map, şimalda in the north, radioda on the radio. Yenə cənubda, deməli in the south, səhnədə stage, səhnə deməkdir on the stage. Yer kürəsində on the earth işlənir. Yadda saxlayın, tavanda on the ceiling, depend də ondan işlənir. Sonra gəlirik bu hissəyə. To be in a hurry, tələsmək deməkdir. Apologize, üzr istəmək. Apologize for, yəni bu da nə üçünsə üzr istəmək deməkdir. To be angry, əsəbləşmək. To be angry with. Burada bir şey deyim. To be angry with və yaxud da to be agree with. Agree with də kimləsə razılaşmaq. Bunu belə bu iki sözü yadda saxlaya bilərsiniz. Angry with, agree with. Ashamed of, utanmaq. On the way home, evə gedən yolda. Burada bir şey deyim sizə, hərçənd ki onu bilirsiniz. Deməli, bu way məsələsində diqqətli oluruq. Baxın, deyirəm ki, on the way home, evə gedən yolda. Bunu əzbərləyin. Bir də ola bilər, məsəl üçün, home olmayıb başqa bir söz olanda. Məsəl üçün, on the way to Baku. Bakıya gedən evdə. Yoldayı çaşdım, Bakıya gedən yolda. Baxın, əgər burada to nə vaxt işlənir? Burada home varsa, home. Way-dən sonra home gəlibdirsə, onda to-nu işlətmirik biz, istiqamət bildirir deyə. To-nu işlətmirik, amma home-un yerinə başqa məkan bildirən bir söz olsa, o zaman to-nu işlədirik. Sonra home-da biraz diqqətli oluruq. Məsəl üçün, evə çatmaq reach home deyirik. Sonra evə get home deyirik. Home sözünü çox sevmir. Və yaxud da go home, evə getmək. Yəni go to the home demirik. Get to the home demirik, reach to the home demirik. Eləcə nə işlənir. Sonra davam edirik.
Task ona baxırıq. Task onda try feili, try on premerka eləməkdir, nəyisə yoxlamaq, talk to söhbət eləmək, rely on bel bağlamaq, güvənmək, send göndərmək deməkdir, send to think of-la işlənir, düşünmək, prefer sözünə baxırıq. Prefer to ilə işlənir. Prefer to sözündən işlənir. To my mind zənnimcə, fikrimcə deməkdir. Include ilə işlənir. İnlə başlayır, ilə bitir. Suffer from nədənsə əziyyət çəkmək. Take part in nədənsə iştirak eləmək. Sonra var burada to prepare hazırlamaq və hazırlaşmaq. Prepare də for-la işlənir. Go on a trip səyahətlərə getmək deyirsə onunla işlənir. Go on a trip, nə bilim, go on a tour bu zaman onunla işlənir. Go on vacation belə də işləyə bilərik. Go on holiday tətilə getmək işlədə bilərik. Protect himayə eləmək, qorumaq deməkdir. From-la işlənir. Borrow borc almaq deməkdir. From-la işlənir. To read in the original orijinaldan oxumaq deməkdir.